Keç içəri. Aman, İçəri başa keç. salacaq. Elə bir də heç elə xəbərim olmayacaq. Hə, kələ kimi oğlum var mənim. Küsən kişi başı belə. Boy bir yerə soxum sənin. Nə var? Utanıb böyle bir yere girsən, hə? Bu uşaq mənim bayaqda nələr danışır? Xəbərin var sənin? Kişisən bu yerə Oğlum, bir saçdan başlayacağım sənə. Sənin xəbərin var bizə nə yürüyün, nə içirik, hə? Xəbərin var? Yoxdur, harda biləsən? Bütün gün o fırtqalarla bərabərsən elə. Hər bir adam evdən maraqlanar. Bu nə hərəkət edirsən sən? Bu evi yerə soxumsan, bəsdir də nə qədər olar? Bütün gün uşaq gəlir ancaq səni mənə suqalayır elə, bəsdir də. Evin bütün işləri mənim üstündədir. Bax, yeməkləri mən pişirirəm. Yəni qabları mən yuyuram, köynəklərimi mən ütürəm. Bunlar artıq nə edibsə, mənim kimi bir qadın bu edəcək şeydir. Kim səni boyum yerə soxumsan? Allah, gələ baba. Azara gedirsən. Bu da kələ kimi oğlum. Oğul deyil, xəbərlər verilişi elə bir. Sən suqa işləyirsən, hə? Sən niyə belə edirsən, hə? Bax görsən ki, evə dava saldı. Niyə belə edirsən? İki oğlansa bəsdir də. Mən neynədim? Öz yediyim Ay bala. Xurmaları danışdım da mamaya. Nə artist deyilib üstümə düşmüsən? Hə, küçük məndən düzgün danış. Bura danışırsan məndən. Mən səni atıram. Nədir? Düz deyirəm də. Hələ sən şükür et ki, mən başqa şeylər demədim. Nə demədin, hə? Ana demədin, deyən görüm mənə, tez ol. Nəysə, papa, nəysə, boş ver. De görüm, mən burada boş şantaj eləmə, eşitdin məni? Deyən görüm nə deyərsən? Papa, qaşınma da valla, mamaya desəm səni iki yerə cıracaq. Burada yalandan basıb bağlamaya, deyən görüm nə şantaj edirsən məni? Nə varsa irəndə deyən, tez ol. Yaxşı, deyim də. Deyən görüm. Oğula bax, atasını şantaj edir, bu evi yerə soxumsan, deyən görüm. Papa, sən şükür elə ki, mən sənin o Rusiyadakı Nataşandan olan oğlumu deməmişəm mamama. Nə? Nə uşaq, Natasha kimdə? Nə boş danışırsan, kişi? Mənim Natasha'dan falan uşağım zadım yoxdur. Bu nə deməkdir? Yox da. Bəs yaxşı, telefonda Natiq deyə qeyd elədin o kişi ilə WhatsAppda Natasha'm, sevgilim mənim, necəsən? Oğlum necədir? Yazışmaqların nədir bəs? Yavaş da, nə boy, nə olub? Bala, sən axı ağırlı balasan, atanı üzmərsən də, hə? Səni qurban olum mən. Hələ utanmaz yazmısan ki, bir-iki aya arvadı boşuyum, gələcəm Rusiyyətə yanıma. Yekə kişi səni, o Rusiyyətdəki arvadına uşağına vaxt ayırmaq yerinə, bir bax gör burada uşağın nə qayırır, nə eləyir, nəyə ehtiyacı var. Bildim. Balam nə istəyir, bildim. Gözlə. Ay sabır, bax indi düzəlirsən yavaş. Papa sənə nə qədər pul versin, hə? Nə bilim, bax da. Can, yaxşı mənim balam. Ala bu 1 manatı, bir də oradan sokdan zaddan al, yaxşı? Bu nədir ala? İki kişisən, diləmsiz adam mən. Oy abala, puldur da nə olacaq ki? Gedəz və bir piçeynədən sokdan zaddan al da. Ala, Natasha! Yaxşı da. 1 manata heç pox da düşmür. Ay bala, yaxşı da, qurban olum, nə olub sənə? Elə bir çivə deputat girib 1 manatdır da nə olacaq ki? Yekə kişisən, 1 manatdan vaxtdan pul olub, ala. Uşaqlar həmişə 1 manat verirlər, nə bilim 10 qəpik, 20 qəpik verirlər ki, keçsin başlarını qaçsınlar, bir şey yazın özünə. Natasha'nın oğluna paçka dollarlar göndərsən, uşağın bir hesabetindən tutmuş, oyuncaqlarına kimi hər şey var. 1 manat nədir? Mənə gələndə elə 1 manat ki. Ay bala, sən onu hardan bilirsən axı? Sənin bütün arşivin var, məndə ki, nə danışırsan? Bu əl harasıdır ki, hələ təzə başlayırıq. Yaxşı bala, yaxşı gözlə. Baba, ala bu 1 manatı. Bax burada da qəşəng sənin üçün, baxın sənin üçün qəpiklər yedim. Bax, ala bunları. Ala bunların hamısını verirəm sənə, yaxşı? Götür o qəpikləri, sox gör. Buna bəsdir qurban olum, dayı aramızda pərdə deyilən bir şey qalmadı, nə qaçsan sən? Pərdə nə də? Pərdə qalar indiyə. Pərdə saxlamısan sən məndə? Yaxşı deyən görüm nə istəyirsən, hə? Yıldın dayı məni boğaza, deyən görüm nə istəyirsən, hə? Nə istəyirəm deyəndə ki... 1000 manat. Yox, bir 10.000. Mama. Yaxşı. Arvad, çaydan zaddan. Ay mama. Hadi yaxşı deyən də. Ay mama. Papanın Rusiyadakı Natasha. Ay deyəm də yaxşı da qurban olum, bəs sənə. Sən mərdim azarsan ki, mərdim azar bana. Yine saldı oyunu, ata gizletti sirrini, o açtı her yolunu. Merdi Mazaroğlu dayanmaz hiçbir gün, ana her şeyi bilir artık onun sayesinde bugün. Ata dedi iş görüşü, çıktı yine şehre, bir güldü o tərəfdə, bir baktı bu tərəfə. Telefonu sessizde, özü kef havasında, elə bildi hiç kim görmür onu bu dünyada. Ama bir cüt göz vardı, izleyirdi her yeri, kimle gezir hara gedir bilirdi bütün sirleri. Ana çay süzen kimi başladı yeni haber.